Bismillah. Aprel ayı bu bürclər üçün uğurlu olacaq. Aprel ayı bəzi bürclər üçün xüsusilə uğurlu və dönüş nöqtəsi kimi görünür. Bu dövrdə planetlərin düzülüşü yeni imkanlar, pul axını və sevgi saatində canlanma gətirə bilər. Ən çox şanslı olacaq bürclər bunlardır. Buğa, aprel sənin ayındır. Maddi baxımdan gözlənilməz qazanc, işdə yüksəliş və sabitlik gəlir. Uzun müddətdir çəkdiyin zəhmətin qarşılığını almağa başlayacaqsan. Şir, sənin üçün parlaq dövr başlayır. Yeni tanışlıqlar, nüfuzlu insanlarla əlaqə və karyerada sıçrayış ehtimalı yüksəkdir. Özünü göstərmək üçün ideal zamandır. Ox atan, səyahət, yeni başlanğıclar və şans sənin tərəfindədir. Həyatında ani və müsbət dəyişikliklər ola bilər. Risk etdiyin mövzular uğur gətirəcək. Oğlaq, maliyyə və iş sahəsində ciddi irəliləyiş var. Yeni gəlir mənbələri və sabit qazanc imkanları açılır. Planda hərəkət etsən böyük nəticələr əldə edəcəksən. Balıqlar, sevgi və daxili rahatlıq baxımından ən şanslı bürclərdənsən. Yeni münasibət və ya mövcud əlaqədə dərinləşmə mümkündür. Ruhən yüngülləşəcəksən. Ümumi enerji, aprel ayı bu bürclər üçün qapıların açıldığı dövrdür. Əsas məsələ bu fürsətləri yaxında vaxtında görmək və qorxmadan addım atmaqdır.